təbriklər və indi dostlarımızla bərabər mən istədim qarşıda dayanan o 2 nəfər dostumuz da gəlsin bizə tərəf, bu tərəfə gəlin. Çünki mən Roza müəlliməni alqışlarla bura dəvət etmək istəyirəm. Roza müəllimə xoş gəlib, səfa gətirmişsiniz. Alqışlayaq uşaqlar. İndi Roza xanımın gəlişi ilə biz buranın sirrini öyrənmiş olacağıq. Gəlin, mən bunu saxlayayım. Siz bizə danışın ki, görə bu sir nədir, bu tort nədir, 25 nədir? Buyurun. Bəli, 1 iyun Uşaqlar Müdafiəsi günü tək bayram deyil bizim üçün. Bizim hətta 25 yaşımız tamam olur bu il. Təbəssümün 25 illik yubileydir və təsadüfi deyil ki, bu yubileyi biz Şuşada mədəniyyətimizin paytaxtında qeyd edəcəyik. Orada keçirilən Uşaq Yaradıcılıq Festivalında uşaqlarımız iştirak edəcək. Yəni ki, ad günümüzü səhnədə qeyd etmiş olacağıq. Ay Roza xanım, mən sizi də xatırlayıram. Bəli, onu da qeyd etmək istəyirəm ki, mən bu kollektivdə artıq 20 ildir ki, bu kollektivdəyəm. Mən bura ilk gələndə Təbəssümün 5 yaşı var idi. Bura mən ilk şagird kimi gəlmişəm və artıq müəlliməyəm, artıq öz şagirdlərim var və onlarla bir yerdə, yəni bu tək Təbəssümün doğum günü deyil, bu hətta mənim də doğum günü, çünki mən burada böyümüşəm, burada müəllim olmuşam. Əmirə xanıma da buradan salamlayırıq, müəllimlərimiz olub, kimlər gəlib, kimlər keçib, Cabir müəllim buradan hamını, əziyyəti olan hamıya Roza xanım bir daha sizi təbrik edirik. Təbəssümün 25 illik münasibəti ilə təbrik edirik və çox sağ olun ki, gəldiniz. Minnətdarıq. Sevgilərlə balaca balalarımızla mikrofonu götürür sizdən. Amma sizin hər birinizi bir daha təbrik edirəm. Ad gününüz, bayramınız mübarək olsun deyirik və sizinlə sağlaşırıq. Çox sağ olun. Roza xanım sizi yola salırıq, dostlarımızı da yola salırıq və əlbəttə ki, uşaqlar bizim gələcəyimizdir. Bunu hamı bilir.